Hellolar, good morninglər. Bu saçla sizi salamlayıram əziz dostlar. Necəsiz? Barmaq. Yeni vloqumuza xoş gəldiniz. İlk öncə bugün çox dolu bir gün olacaq. Sadəcə qərar vermədiyim bir şey var. Bugün idmana gedimmi, yoxsa sabah gedimmi? Bir dənə düşünürəm. Çatdıram. Yox, bugün getməyim. İdmana sabah gedim, gəlin. Çünki idmana get, gəl, çim, hazırlaş çox uzun olacaq. Nəyə hazırlaşırsan deyə soruşsaz, saçımı yağlaya-yağlaya bunu sizlə bölüşüm. Əslində dünən çimmişəm. Amma buruq saçların dramı yatıb durmuşam olub qazan. Bugünkü planımız Zəfər bayramı ilə əlaqədar Budapeştdə Azərbaycanın bir tədbiri olacaq. Çox qəşəng bir dənə oteldə Candlelight, yəqin ki görmüsünüz, Bakıda da keçirilir belə şam işığında konsert kimi. Ora gedəcəyik qızlarla. Biz səhər yeməyimizi çox gec yeyirik. Hətta bu bəzən 12-yə falan da çəkir və ona görə də o vaxta kimi biraz edit edirəm. Laktozsuz və glutensiz həyat necə gedir deyə soruşsaz, baxın tam da bu cür hər şeyi ölçərək yeyirəm və mənim çox xoşuma gəlir. Artıq 2 həftə tamam olub. Həm rəfiqəm Nuranə, həm də mən 6 sm incəlmişik. Müsahibədə hələ ki bir dəyişiklik yoxdur. Çox da ümid edirəm tez bir zamanda onda da olacaq. Yeməkdən sonra yenə oturub tema videosunu birazını da editlədim. İndi biraz çay içmək istəyirəm. Bu kokos yoğurtudur, vegandır, içində süd yoxdur. Kakaola belə biraz puding tərzi bir şey eləmək istədim özümə. Salam qızlar, axşam vaxtından başıma iş gəlib. Necə bir iş? Mən sizə axırıncı dəfə o fit puding yediyimi çəkdim. Ondan sonra dedim ki, heç nə də saçımda səhər maska vurmuşdum. Dedim duracam, indi çiməcəm, hazırlaşacam, yemək də bişirəcəm falan. Mənim başım qarışıb editə. Saatlar keçib. Mən unutmuşam ki, mən çiməliyəm, yemək bişirməliyəm, hazırlaşmalıyam, tədbirə getməliyəm. Bir də ayıldım ki, mənim 1 saat yarımım var. Həm yemək bişirmək, həm hazırlaşmaq üçün. Dəli oldum. Tez kompüter bağladım. Yemək bişirdim bir dənə. Elə ağlımdakını da bişirdim vallahi. Heç demədim ki, yola verərəm falan. Çünki dünən video çəkirdim deyə heç nə bişirməmişdim. Axşamı yumurta, avokadolu belə qəşəng tost yemişdik. Dadlıydı. Amma bu gün belə normal yemək bişirmək istirdim də. Kabaklı lazanya bişirmək istirdim. Nəysə mən dedim mən çatdıracağam 1 saat yarıma. Oturdum onu bişirdim. Oturmadım, tələsik ayaq üstə bişirdim. Sonra çimdim, saçımı fenlədim, bəzəndim, düzəldim. Amma okey, çatdırdım və evdən çıxıram, gecikmirəm. Amma bir dənə bir şey var ki, evə bir dənə bomba atmışam. Evə bir bomba atmışam. Yəni ev uçur bu dəqiqə. Hamama girirsən, fen, qapağı açıq yağ. Qapağı açıq yağı sonunda bağlayacaqdım. Onu da unutdum, qaldı Umanikin ağzında. Qoxuna da qaydanda sizə göstərərəm də. Yəni qaydanda evi dibdən daşdan təmizləməliyik. Çox xahiş edirəm məndən bir yerdə təmizləyirsiniz, mənə kömək edirsiniz. Sizin tədbirin keçiriləcəyi otel bizim evə çox yaxındır. Bizim otel deyəcəkdim. Nəsə inşallah bir gün bizim otelimiz var. Ora çox yaxındır. Piyada hardasa 10 dəqiqəlik məsafə. Gəlirlər bizim ev tərəfə, bir yerdə gedirik. Gəlib oturduq. 9 yazmışlar. Gəlib oturduq. Hamı çox şıq görünür. Mən deyirdim ki, Vüsalə və Nuranə görürsüz. Mən deyirdim ki, bəlkə biz biraz abartmışıq olarıq. Yəni nə bilim mən özümə baxdım. Hətta Vüsalə bir dənə don atmışdı qrupa. Şəklini qoyaram. Vüsalənin New York kafedə. Onu atmışdı. Dedim ki, ay Vüsalə abartıdır. Gəldim bura ki. Gəldim bura ki, qızların hamısı çox şıq görünür, çox qəşəng görünür. Allah, hamısı o qədər gözəl qızlar var ki, burada biraz pahalılığım tutdu, bitir. Ya məncə çox qəşəng görünürlər. Hətta burada piano çalan qız var, yəni bu ifa eləyən olan qız. O ümumiyyətlə çox qəşəng görünür. Göstərərəm birazdan sizə. Xoş gəlmisiniz. But I think for the sake of all of us being in understanding what's going to be said here, it will be arkaya doğru. Me too, guys. Ha, sağ ol. Sorry,
düşür ama. Sorry. Kombinimi göstərməmişdim sizə. Belə sadə sarışqa geymişəm. Sarışqa. Thank you. Təşəkkür edirəm. Çəlağı, Nuranənin kombinini görürsüz. Vüsalə. Və sən də kombinimi görsünlər bir dənə mənim izləyicilərim. Link aralarda. Çox sağ olun, çox təşəkkür edirəm. Və bundan əvvəlki kadrda gördüyünüz şəxs Azərbaycanın Macaristandakı səfiri Tahir Tağızadədir. Çox mehriban adamdır həqiqətən də. Tədbirin bütövlükdə sonuna çatdıq. Gedirəm evə. Əslində qızlarla foyada oturduq, biraz söhbət elədik və dedilər ki, yeməyə gedək. Sonra amma mən istəmədim. Görün kimi tapdım yolda. Düz padyezin ağzında rastlaşdıq. I miss you. Okay. Və ta-ta-ta-tam. Darmadağın olan mətbəximə xoş gəlmisiniz. Evə demişdim, bomba atıb getmişəm. Buyurun, göz qabağına. Hələ hamamı, otağı falan göstərmirəm sizə. Cəld yemək yeyəcək bir yerdə, qəşəng. Nuranə və Vüsalə, qəşəng sağlam yemək pişirmişəm. Siz gedin çayınızda yeyin. Mən sağlam yeməyimi yeyəcəm. Necəyəm qızlar? Rey yazın ki, halaldısə, Aysel, afərin sənə, İradə. Bu ayın 25-i tərəziyyədə çıxacaq, santimetrlə də ölçəcək. İndidən bədənimdə belə yığılma, bir fitləşmə hiss edirəm. Yeməyi göstərim sizə. Qoyub getmişəm. Bu lazanyadır. Amma necə lazanya? Neydi onun adı? Kabaklı lazanya. Bəli, xəmirsiz kabaklı lazanya. Pendirli olan Elvindir, mənimdir, pendirsiz olan. Çünki pendirdə laktoz var. Və laktoz tükətmirəm. Amma özümə laktozsuz pendir alacağım. Nəsə bunu qoyum isinməyə, əynimi dəyişim, yeməyimizi yeyək, sonra buraları bir yerdə yığışdıraq. Kömək edirsiniz amma, heç ora getmirsiniz. Bir yerdə yığışdıraq. Dodağım pozulub. Yox, yaxşıdır. Mən yarımı sevirəm, şirin dililə. Sizin üçün burada saniyələr keçdi. Mən isə 20 dəqiqə bu mətbəxlə əlləşmişəm. Sağ olsun Elvin də kömək elədi. Sürətli bir şəkildə qurtardıq və keçirik günün ən sevdiyim saatı axşam çayına. Yeni bir gündən hər kəsə salam. Həm yeni bir gün, həm də həftənin ilk günündəyik. Mən həmişə həftənin ilk günü həftəlik eləyəcəm planları, özümə qoyduğum hədəfləri və s. öz plannerimə yazıram. Belə çox şirin, balaca bir plannerim var və günə belə başlayırıq. Xoş musiqi sədaları altında Elvinə işə aparmağa nahar yeməyi hazırlayırıq. Düyü, balıq, börək, dünən axşamdan qalanları qəşəngcə yığıram qaba, Elvin də nuş eləyir. Hətta dünən axşam etdiyim mascarpone pendirli bal qabaqlı çox ləzzətli şirniyyat vardı. Ondan da biraz qalmışdı, onu da qoydum yeməyinin yanına. Bugün səhər ürəyim heç nə yemək istəmirdi. Ona görə Elvin özü üçün sadəcə tək səhər yeməyi hazırladı. Mən isə dünən axşam hazırladığım keksləri qaba yığıb soyucuya qoydum. Çünki çöldə qoyanda xarab olur. Əslində bugün qızlarla bir planımız var idi. Amma o təxirə düşdü. Ona görə də bugün full ev günüdür. Evdə işlər görəcəyik. Və mənim ağlıma neçə vaxtdır bir şey ilişib. Keçən dəfə də qızlardan eşitdim. Dedim ki, niyə eləməyim? Kələm şorbası. Amma daha doğrusu deyim, kələm dolması turşusu. Belə dolma formasında bükürlər. Dedim onu eləyim. Plus da elə kələmi qaynatmışkən, dedim gəlin bir dənə də kələm dolması eləyim. Heç indiyə kimi kələm dolması. Ümumiyyətlə dolma, üçbacı dolması bişirmişəm. Amma yarpaq və kələm dolması heç bişirməmişəm. Yarpaq dolmasını anam Azərbaycandan göndərir. Bəli, bu qədər də tənbəllikdə tükəldi. Nəsə mənə çox uzun bir proses kimi gəlir. Ona görə də dolmaya heç girişməmişəm. Amma bu gün həm kələm şorbası eləyəcəyik, həm də kələm dolması eləyəcəyik. Qışın tək sevdiyim yanı ev paltarı ilə də marketə gedə bilməkdir. Çünki adi şalvar kofta geyinirsiniz və rahat şəkildə üstdən kurtkanızı keçirib marketə gedirsiniz. Bu arada mən sizə demədim, deyəsən niyə gedirəm marketə? Üzüm sirkəsi alacağım. Birinci düşündüm ki, sirkəsiz eləyim. Çünki qızlar dedilər ki, biz sirkəsiz eləmişik, yaxşı çıxıb falan. Amma sonra dedim ki, yox, reseptdə sirkə var idi. O kələm dolması turşusu reseptində. Ona görə dedim ki, ərinməyim, gedim sirkə alım. Yəni gedirik sirkə almağa. Belə. Siz də məndən gəlirsiniz təbii ki.
Çox qarışdı. Çünki bunları tərcümə eləyirəm. İtalyancadır yoxsa almancadır, almancadır deyəsən. Burada məsəl üçün bu beyaz şərab sirkəsi gedir. Baxın belə. Tərcümə yox, bu beyaz şərab sirkəsidir. Amma üzümdür də. Yəni necə yəni beyaz şərab sirkəsi? Bu balzamik sirkədir bu heç. Mənə sadə üzüm sirkəsi lazımdır. Beyaz şərab nədir? İndi gedib o tərəfdəkinə də baxacağam. Orada da sirkələr olmalıdır. Mən hələ də qəşəng çay advent kalendarı tapa bilməmişəm dekavlog üçün. Bir dənə bunu gördüm, bu qəşəng idi. 22 manatdır. Belə 24 dənə çay. Beləsi də var. Bu 42 manatdır. Buna 42 manat verməyə əlim gəlmir açıq. Adi çaydır da, yəni 24 dənə çay. Bu okey görünür. Bilmirəm, başqa yerlərə də baxacağam. Mən bundan axtarırdım, amma bu da alma sirkəsidir. İkisi də almadı. Üzüm sirkəsi yoxdur. Baxın, burada çox şirin hədiyyəli əşyalar var yeni il üçün. Bunlar bəst bomblardır. Buna baxın, sabun qabıdır, amma vanna formasında. Nə keçir? Hələ buna baxın. Əl kremləri. Maraqlı əşyalar var da oradan. Şərab formasında. Bu üçün nə bilmirəm, duş geldi deyəsən. O qədər qəşəng, şirin, çoxlu advent kalendarlar var. Dəhşət. Bunlar ucuz advent kalendarlardır. Hamısı 20-25 manatlıq bunlar. Hələ bu Milka'nın stendinə baxın. Oy da dəhşət. Çoxlu Milka'lar. Bu qara şokoladla olandı. Bunu yoxlamışdım. Karamel nuqat çox ləzzətlidir. Yəni karamel dadı həqiqətən hiss olunur. Bu da ayıcıqlar. Fərqli dadlarda. Daha doğrusu çox tabi olar. Ayıcıq nə idi? Bunların qiymət düşüb. 6 manatdan 5 manata düşüb bunların hamısı. Burada çox maraqlı belə peçenyelər var. Gluten freedir və vegandır. 100 qramda da 475 kalori. Çox qəşəng görünür. Hal-hazırda almayacağım. Çünki bu adi yulaf peçenyası. Mən bunu 100% evdə edərəm. Amma belə qəşəng görünür. Sirkəni aldım. Əlavə bir dənə də bir şey aldım. Ayda aşağıdakı kosmetika yerinə baxacaqdım advent kalendara. Nəysə, aşağıda orta segment kosmetikalar var. Yuxarı mərtəbəsində lüks segment kosmetikalar var. Yenə ayaqlarım məni lüks segmentə doğru aparır. Gedə görə orada maraqlı necə bir advent kalendarlar var. Hələ də mən kosmetika və ya baxım advent kalendara ala bilməmişəm. Burada çoxlu advent kalendarlar var, amma tam da xoşuma gələni yoxdur ki, deyim ki, bu il bunu alacağam. Qəşəng yoxdur. Bu Revolution ki, yaxşı görünür. Bu da neçə manatdır? 180 manatdır bu kutu. Amma əmin deyiləm. Düşünməliyəm hələ də. Çox ucuzların içində də yaxşı bir şey olmur, heç orasıdır. Bu 80 manatdır məsəl üçün. Catrice. Catrice əslində yaxşı markadır. Qəşəng markadır. Bunu da ala bilərəm. Özünün də ayrıca kaşlıq var. İçindəkilər də baxın, bu arxadakılardır. Tam istədiyim advent kalendarı hələ tapa bilməmişəm təəssüf ki. Nə çayda, nə də ki, baxım və makyajda. İndi DM-ə doğru gedək, görək orada maraqlı advent kalendar varsa ora baxaq. Sonra da Rozmara da baxarıq. Arxadan kamerama hello dedilər, sağ olsunlar, təşəkkür edirəm. DM-ə girən anda ilk gördüyüm qəşəng şirin mənzərə, yeni il qoxuları, şamlar, balaca mələklər, oyuncaqlar. Yeni ilin bir sevdiyim şey də belə maraqlı setlər çıxır hər yerdə. Məsələn, bu Nivea'nın setidir. İçində nə olduğu üstündə də var və 22 manatdır. Davanda setlər. Davam bu səbətinə baxın, gör nə qəşəngdir. İçində də bunlar var və 35 manatdır. Hırtır burada da var imiş və 35 manatdır ha. Birini buradan, birini də Tem'dən alıb yoxlasam mı? Bilmirəm. Tem'dən makyaja heç risk eləmirəm. Yeni il şirniyyatları, hamısı full darçınlı, almalı və s. Belə bir şey keçən dəfə də görmüşdüm. Peçenya kremi. Yəni peçenyaya əzib krem formasına gətiriblər necəsə, bilmirəm, çox maraqlı gəlir, amma çox kalorili bir şeyə də oxşur açığı. Yəni 563 kalori var 100 qramında, şəkər də çoxdur. Maraqlıdır amma. Bunlar DM-ə hər il gəlir demək olar ki, səbətlər, içində də duşda istifadə olunan vəsaitlər. Bir advent kalendar var. Görəndə dedim kutusunun şirində 60 manatdır. Sonra arxasına çöndərdim, baxdım ki, içindəkilərə baxın bir də. Rezin, bruşka, belə Nevdinka. 24 dənə boş-boş şey 60 manat. Çox mənasız. Və saat 2 tamamdır. Mən səhər yeməyini indi yeyirəm. Bugün niyəsə belə oldu, bilmədim. Normalda 12-də falan yerdik. Amma qəribəsi odur ki, Nuranə və Vüsayirdə də belədir. Bilmirəm, havadan da ya nədənsə. Belə qəribə heç acmamışıq bugün. Yeməyim isə 2 ədəd yumurta. Bu cottage cheese-dir. Cottage cheese
kəsmiyin biraz sulu versiyasıdır və kəsmikdən çox daha dadlıdır. Amma proteini kəsmik qədər də həqiqətən də çox faydalıdır. 2 dənə balaca baby carrot. Burada da ki tofudur. Tofu da protein çox yüksək bir pendir növüdür. Bişirirsiniz və çox ləzzətli olur. Bu sosludur, sweet chili. İndi mən sizə göstərim bu yeməyin kalorisini. Cəmi 363 kalori var bu yeməkdə və 27 qram protein. Bu çox yaxşı nəticədir. Niyə belə oldu? Çünki bu cottage cheese və tofu çox proteinli, amma kalorisi o qədər də yüksək olmayan qidalardır. Yemək yeyə əzizlərin vloquna baxıram. Bu ara paylaşır ki, yaxşı xəbərlər olacaq, işim çoxdur və s. İnşallah xeyirlisindən görək nə xəbərdir. Əslində adətən My Food Channel reseptlərinə baxıram, ondan çox xoşum gəlir. Amma o My Food Channel'ın kələm dolmasını tapmadım. Bu Elmira Qədirova, bu xalanı çox xoşduram. Şirin xaladır ki, elə qəşəng danışır. Bunun da reseptlərinə baxıram. Göyərti olaraq buradan belə yuyulmalı, necə deyim, təzə göyərti almırıq demək olar ki, çox az. İndi şoraba üçün sadəcə bir dənə petruşka almışdım. Belə qurudulmuş göyərtilər var, fərqli-fərqli. Hərəsi bir növ, ay bu ağzı açığıymış. Hərəsi bu da petruşkadır məsəl üçün. Bunları mənim bir dənə göyərti bankam var, şirin. Bunları bunun içində qəşəng, içində biraz var əslində, qoy birazını töküm bura. Aha. Bunları bunun içində yığıram. Ay nə qəşəng gəlir. Bunların dənəsi 50-60 qəpikdir, səhv eləmirəmsə. Amma çox yaxşıdır, yəni çox yaxşı gedir. Hansı yemək olmağından asılı olmayaraq, yeməyin içində əgər soğan görünürsə, mən təəssüf ki, o yeməyi yeyə bilmirəm. Ona görə də bütün yeməklərə, bütün ağlınıza gələcək hər yeməyə soğanı sadəcə və sadəcə blenderlayıb qatıram. Yəni bildiyiniz su eləyirəm. Əsas o dadı gəlir də, düzdür, görməsək də olar. İlk yarpaqları çıxarıb atdım, çünki tozlu gəldi gözümə. Ondan sonra videoda deyildiyi kimi eləməyə çalışdım. Tam əla kəsə bilmədim. Siz bunu necə kəsirsiniz ki, tam əla yarpaqlar çıxır? Çünki məndə bəzi yarpaqları cırıldı. Hətta cırıq-cırıq oldu deyə bilərəm. Kələmi qaynar suda yumşalmağa qoydum. Daha sonra soğan və göyərti qatdığım ətə biraz ədviyyat əlavə edirəm. Duz, istiot. Videolarda gördüyüm qədər darçın və sarı kök də əlavə edirlər. Deyirlər dadını daha yaxşı eləyir. Mən də qatdım görək necə olacaq. Bir də bütün reseptlərdə düyü, yumru düyü istifadə olunurdu. Bizdə evdə uzun düyü var idi deyə dedim nə fərqi var? Ha yumru, ha uzun. Elə uzun düyünü qatdım. Nəhayət dolmanı bükdüm. Bilmirəm bu dolmaların üst hissəsi çox yumşaltmışam. Ya necə belə cırıq-cırıq oldu. Hətta burada göstərim parça pinçiklər də var. Yəqin ki adi şoraba eləyəcəm. Kələm dolması şorabası yox. İndi bundan sonraki prosesə baxacağam necə eləyirlər, davamını eləyəcəm. Hər şeyin səsi gəlir mətbəxdən, hər şey işləyir, mətbəxdə uçur. Mən nəsə bişirirəmsə və özümə bir dənə atışdırmalı hazırladım. Xlepsi, bu proteinli xlepsidir. Düyü olmalı təbii. Məsələn, fıstıq əzməsi, üstündə də blueberry. Belə ləzzətli. Şorabalarım hazırdır. İndi bunu saxlayacağam 10 gün. Ondan sonra açıb yeyəcəyik. Dadı necə olacaq heç bir fikrim yoxdur. Çünki videoda hazırlayanlar adətən çox 3 kiloluq balonda və ya belə 10 kiloluq litrlik balonda hazırlayırdılar deyə qarışımın miqdarını ona uyğun verdilər. Ona görə mən tam başa düşmədim nə qədər sirkə, su, duz əlavə etməliyəm. Təxmini bir şey elədim. Hesablamalarıma görə ümid edirəm yaxşı olar. Əslində kələm dolması turşusu eləcəkdim. Amma ki bütün kələmim kələm dolmasına getdiyi üçün kələmim balacaymış. Ona görə də çuğundur, kələm və kök belə bir turşu oldu. Dadı mənə çox maraqlıdır, görək necə olacaq. Qazın üstünə fikir vermirsiniz. Mən yemək bişirəndə hər yer batır. Amma kələm dolmamız hazır. Məncə ilk dəfə üçün kifayət qədər yaxşı görünür. Bu arada məndən daha təcrübəli olanlar rəylərə yazar zəhmət olması ki, alınıb, yoxsa alınmayıb. Yeməyimizi yeyib, çayımızı, meyvəmizi də içdikdən sonra keçirəm bu şaxtabanı yapışdırmağa. Əgər bundan əvvəlki tem videosuna baxmısınızsa, bilirsiniz ki, bu şaxtababa gəlmişdi, amma təəssüf ki, əli qırıq idi. Mən də təsadüfən elə həmin kargoda bir superkley almışdım jurnalını yapışdırmaq üçün. Dedim bunu şaxtaba üzərində yoxlayaq, görək yapışacaqmı? Həm əlləri çox qəşəng yapışdı, həm də mən bu şaxtaban padnuslarını elə əlinə yapışdırdım. Çünki o padnusun üstünə ağır bir şey qoysam, ləpə qoysam düşəcək deyə dedim qoy elə salamatı şaxtabanın əlinə yapışıq qalsın. Eyni qayda ilə jurnalını da yapışdırdım. Oldu əla. Bugünkü ustalıq performansıma 5 ulduz yazıram. Qızlar Temu'dan aldığım bu kargonu da hələ taxmamışam. Gəlin bir yerdə taxaq. Yenə kargo sifariş eləmişəm. Bir neçə dənə onlar da gəlsin, baxarıq. Əslində bu qəşəng qalıb, kabura atmayacağam. Normalda saralanda, çox kirlənəndə atıram. Amma bu yaxşı qalıb. Bu da kirlənib, amma o dərəcədə pis deyil. Çox qəşəng oldu. Amma burasını çıxardacağım. Məncə mane olur. Nə bilim, belə narahat da telefondan niyə belə
ip sallansın ki. Belə çox şirindir, amma bunu səyahət çantama asmağı düşünürəm. Şu hazırdır. Qalır bir dənə nə etmək? Ekran şəklini dəyişmək ki, telefonumuz tamamilə yeni telefona oxşasın. Bunu işlədirdim uzun müddətdir. İndi gəlin bir dənə Pinterest-dən şəkil tapaq. Tam qəşəng bir dənə manifest cümləsi tapdım, qoydum ekranıma. Uğurluyam, hər şey mənim üçün çalışır və s. Velaxır. Məncə olduqca qəşəng oldu. Burada açan kimi bu iPhone-un bu özəlliyi çox xoşuma gəlir. Açanda burada şəkillər görünür fərqli tarixlərdən. Məsəl üçün bu 9 iyun tarixində İspaniyadayıq burada. Burada artıq videonun sonunu çəkirəm. Ümid edirəm vloqu bəyəndiniz. Kanala abunə olmağı, rəy yazmağı və videonu bəyənməyi unutmayın. Hələlik.